Hər vaxtınız xeyir olsun uşaqlar. Bugün biz sizinlə çevrə üzrə bərabər sürətli hərəkət mövzusunun öyrəndiklərinizi tətbiq edin və öyrəndiklərinizi yoxlayın hissəsindəki tapşırıqlara baxacağıq. Amma dərsə keçməmişdən qabaq hər zaman dediyimiz kimi uşaqlar, öz gələcəyinizin mimarı məhz siz özünüzsünüz. Bu gələcəyi necə inşa etmək sizin əlinizdədir. Odur ki, gələcəyinizi gözəl inşa etmək üçün başlayaq dərsimizə uşaqlar. Əvvəlcə öyrəndiklərinizi tətbiq edin hissəsindəki tapşırıqlara baxaq. Burada bizə deyir ki, müşahidə olunduğu anda M nöqtəsində olan cisim çevrə üzrə bərabər sürətli hərəkət edir. O, 45 saniyə ərzində 3 tam dövr edərək yenidən həmin nöqtəyə gəlir. A variantının sualı var və B variantının sualı var. Deməli, şərt necədir? Cisim M nöqtəsindən hərəkətə başlayır və 45 saniyə ərzində 3 dəfə dövr edir. Bu birinci dövr, ikinci dövr və üçüncü dövr. 3 dəfə dövr edir. Birinci sualda, yəni A variantında deyir ki, dövr etmə periodunu və dövr etmə tezliyini tapın. Mövzu izahından biz öyrənmişik ki, dövr etmə periodu hansı hərflə işarə olunur? T hərfinə işarə olunur və düsturu necədir? T bərabərdir, T bölünsün N. Buradakı T zamandır, N isə dövrlərin sayıdır. Verilənləri yazsaq, 45 saniyə ərzində deyir. Demək ki, zaman T bərabərdir 45 saniyə. 3 tam dövr edirsə, dövrlərin sayı da N bərabərdir 3-ə. Dövr etmə periodunu soruşur. T bərabərdir sual işarəsinə. Burada biz dövr etmə periodunun düsturunu yazmışıq. Gətirib yerinə qoysaq uşaqlar, T bərabərdir. Zaman 45-dir. Qoyuram yerinə və dövrlərin sayı da 3-dür. 45-i də 3-ə böləndə edir 15 saniyə. Demək ki, tapdım periodu 15 saniyədir. Bəs tezlik niyə bərabərdir? Tezliyə burada istəsək həm periodun tərsi olduğunu bilərək də gedə bilərik. Amma istəsək düsturla da gedə bilərik. Hələ ki, düsturla gedin, qoy fikrimizdə yaxşı formalaşsın, daha sonra periodun tərsi olaraq gedərik. İndi tezliyi hesablamaq üçün də altından xətt çəkim, aşağıdan tezliyi hesablayayım. Nü bərabərdir sual işarəsinə. Tezliyin düsturu nədir? Nü bərabərdir dövrlərin sayı bölünsün zamana. Dövrlərimizin sayı nə qədərdir? Dövrlərin sayı baxın 3-dür. Çünki 3 tam dövr edərəkdir. 3 bölünsün zamanımız da 45. Bax, burada yazmışdıq həm də 45-ə. Onda tezliyimiz 1 bölünsün 15 saniyə 1 bölünsün saniyəyə bərabərdir. Tezliyimiz 1 bölünsün 15-ə bərabərdir. Yəni, bu şəkildə həll etmiş olduq. Periodumuz 15 saniyə, tezliyimiz də 1 bölünsün 15 saniyə. Yəni, buradan başa düşürük ki, hər zaman period və tezlik bir-birinin qarşılıqlı tərs ədədinə bərabərdir. Və B variantının sualını edək. B variantında sualını buradan həll edeyim. B variantında deyir ki, 12 tam dövr etməsinə sərf olunan zamanı tapın. Yəni, N bərabərdir 12 tam dövr etdiyi zaman nə qədər zaman sərf edər? Mən onu tapmalıyım. Əlbəttə ki, burada bizə period lazımdır. T bərabərdir. Bax, periodu biz burada tapmışdıq. Tapmışdıq ki, periodumuz 15 saniyədir. Bundan istifadə edəcəm. Yəni, A variantında tapdığımı B variantında yerinə qoyacam və istifadə edəcəm. Yazaram ki, onda T bərabərdir 15 saniyə və gətirib yerinə qoysam, T bərabərdir, T bölünsün N düstur. Buradan T-ni tapıram, böyük T vurulsun N-ə və gətirib yerinə qoyuram. T bərabərdir, period T-miz, yəni 15 vurulsun. Dövrlərin sayı da 12. Bu da edir, 15-i 12-yə vuranda 180 saniyə. Tapdım ki, deməli, sərf olunan zaman da 180 saniyəyə bərabərdir. Bu şəkildə uşaqlar period məsələsini həll edirik. İkinci məsələyə keçək. İkinci məsələdə bizdən soruşur ki, saatın saniyə əqrəbinin dövrətmə periodu və dövrətmə tezliyini tapın. Saatın saniyə əqrəbinin dövrətmə periodunu və dövrətmə tezliyini. Burada bir çevrə çəkək, yəni saat çəkməyə çalışaq. Və saniyə əqrəbini qeyd edirəm. Digər əqrəbləri heç göstərməyə ehtiyac yoxdur. Təkcə saniyə əqrəbini göstərirəm. Baxın, saniyə əqrəbi tutaq ki, 12-nin üzərində dayanıb. Bir tam dövr etdiyi zaman nə qədər müddət keçir?
Əlbəttə ki, 60 saniyə. Baxın, hansı əqrəbi götürməyinizdən asılıdır. Əgər saniyə əqrəbini götürürəmsə, o dayandığı yerdən yenidən əvvəlki vəziyyətinə qayıtmaq üçün 1 dəqiqə vaxt sərf edəcək. Onda o zaman olacaq ki, saniyə əqrəbinin dövrətmə periodu nə qədərdir? T bərabərdir 60 saniyəyə bərabərdir. Bəs dövrətmə tezliyi nəyə bərabərdir? Nü bərabərdir. Bayaqları dedim, periodun tərs qiymətinə bərabərdir. O zaman nü bərabərdir 1 bölünsün 60. 1 bölünsün də saniyə vahididir. Bu şəkildə həll edirik. Və üçüncü sual. Çevrə üzrə hərəkət edən cismin dövrətmə periodu 5 dəfə artdı. Yəni, periodumuz 5 dəfə artdı. Onun dövrətmə tezliyi necə dəyişir? Əvvəlcə verilənləri yazaq və bu şəkildə həll etməyə çalışaq. Məsələni analiz edək. Çevrə üzrə hərəkət edən cismin dövrətmə periodu 5 dəfə artdı. Bunu necə göstərərəm riyazi olaraq? Yazaram ki, T2 bərabərdir 5T1. Yəni 5 dəfə artdığını bu şəkildə göstərərəm. Onun dövrətmə tezliyi necə dəyişər? Yəni nü2-nin nü1-ə olan nisbəti necə dəyişər? Biz bilirik ki, periodla tezlik arasında asılılıq bərabərdir. T bərabərdir 1 bölünsün nüdur, düzdür? T1 üçün bunu yazsam, T1 bərabərdir 1 bölünsün nü1. T2 üçün yazsam, 1 bölünsün nü2-yə. İndi mən bunları bir-birinə nisbətən yazacağım. Yəni T1-i T2-yə böləcəm. O zaman yazaram ki, T1-in T2-yə nisbəti bərabərdir. Nü2 yuxarı qalxacaq, nü1 də aşağı düşəcək. Və nisbətin yazsam, T1-imizin qiyməti yoxdur, hələ T1 olduğu kimi qalacaq. T2-mizin qiyməti isə, baxın, burada göstərib. Nəyə bərabərdir? 5T1-ə. Gətirib, indi onun yerinə yazacağım. 5T1 bərabərdir. Nü2-nin qiyməti yoxdur, hələ onu tapıram. Nü1-ə olan nisbətinə. T1-lərin ixtisar getdi, yerdə qalacaq. Nü2-nin nü1-ə nisbəti bərabərdir 1-in 5-ə. Nü2 bərabərdir nü1 bölünsün 5-ə. Yəni, tapdım ki, burada tezliyimiz 5 dəfə azalar. Yəni, mən bunu riyazi olaraq sübut edərək göstərdim. Amma biz mövzu izahından öyrənmişik. Heç bu qədər uzatma etmədən də şifahi olaraq bunu deyə bilərik. Necə? Baxın, uşaqlar, biz mövzu izahından öyrənmişik ki, period bərabərdir 1 bölünsün nüyə, eyni zamanda tezlik də bərabərdir 1 bölünsün perioda. Yəni, bir-birinin tərsidir. Burada fikir verin, period 5 dəfə artarsa, demək ki, tezlik necə olacaq? 5 dəfə azalacaq. Tam əksi, 5 dəfə azalacaq. Yəni, mən aşağıda riyazi olaraq sübut etdim, amma yuxarıda isə şifahi olaraq cavab verə bilərsiniz. Yəni, bu şəkildə. Heç bu qədər uzatma etmədən də. Yəni, bu şəkildə 3-cü tapşırığın da öhdəsindən gəldik. Daha sonra davam edək indi uşaqlar. Öyrəndiklərinizi yoxlayın. Tapşırığa keçək. Öyrəndiklərinizi yoxlayın hissəsində bizdən soruşur ki, dövrətmə periodu niyə deyilir? Dövrətmə periodunu biz artıq öyrənmişik. Dövrətmə periodu nədir? Bir tam dövrə sərf olunan zamanın dövrətmə periodu adlanır. Beynəlxalq sistemdə də vahidi saniyədir. Qeyd edək onu. Saniyə. Bir tam dövrü bəs niyə deyilir? Uşaqlar, bir tam dövrü bilirik də, yəni cismin çevrə üzrə müəyyən bir nöqtədən başlayıb, yenidən həmin nöqtəyə gəldikdə sərf etdiyi zaman. Məsələn, M nöqtəsindən başlayıb, hərəkət edib yenidən əvvəlki vəziyyətinə qayıdırsa, bax, bu sərf olunan zaman bir tam dövrdür. Həmin müddətə də dövrətmə periodu deyilir. Üçüncü sualı analiz edək. Avtomobilin təkərinin dövrətmə periodu 0,5 saniyədir. Yazaram o zaman. T bərabərdir 0,5 saniyə. Onun dövrətmə tezliyini hesablayın. Yəni, nü bərabərdir sual işarəsinə. Biraz əvvəl də dediyimiz kimi, tezlik və period bir-birlə tərs asılıdır. Onda nü bərabərdir 1 bölünsün T-yə. Yəni, bu şəkildə yazaram. O zaman qeyd edərəm ki, nü bərabərdir 1 bölünsün 0,5-ə. Bu da bərabərdir. 1-i 0,5-ə böldükdə 2, 1 bölünsün saniyəyə bərabərdir. Deməli, tezliyimiz 2-yə bərabərdir. Qeyd edək burada. Nü bərabərdir 2. Vahidi də 1 bölünsün saniyə. 4-cü suala keçək. Dövrətmə tezliyi 4, 1 bölünsün saniyə olan yazaq. Nü bərabərdir 4, 1 bölünsün saniyə olan cismin
Dövretmə periodu 1 saniyə artarsa, yəni T2 bərabər də 1 üstə gəlsin T1 olarsa, dövretmə tezliyi niyə bərabər olar? Buna 1 yazaq. Yəni nü2 niyə bərabər olar? Biz onu qeyd etməliyik. Uşaqlar, biz bilirik ki, tezliyi verdikdə periodu tapa bilərəm rahatlıqla. İndi tezliyi 4 veribsə, periodu taparam buradan. T bərabərdir, yəni T1 bərabərdir. 1 bölünsün nü1-ə, 1 bölünsün 4-ə, bu da bərabərdir 0,25 saniyə. Demək ki, periodumuz, birinci periodumuz 0,25 saniyə imiş. Fikir verin burada, periodu 1 saniyə artarsa deyil. Yəni, onda T2 bərabərdir. 1 üstə gəlsin. T1 deyil. T1-in də yerinə 0,25 qoyacağım. Bərabərdir 1,25 saniyə. Bax, bu şəkildə yazdım. Məndən indi nü2-ni soruşur. Nü2 bərabərdir. Bilirik ki, periodun tərs qiymətidir. 1-i böləcəm 1,25-ə. 1 də 1,25-ə böldüyüm zaman eləcə nü bərabərdir. Deməli, 0,8-ə bərabərdir. Bu şəkildə vahidimiz də 1 bölsün saniyə. Bu şəkildə nü2-ni tapmış olduq uşaqlar. Daha sonra bizdən neyi soruşurdu? Bunu həll etdik. Yəni, nü2 bərabərdir 0,8, 1 bölsün saniyə olduğunu tapdıq. B variantına baxaq. Dövretmə tezliyi 1 bölsün saniyə artarsa, yəni bu dəfə dövretmə tezliyi artır. Bəs dövretmə periodu niyə bərabər olur? B variantını yazaq. Deməli, B variantında dövretmə tezliyi artarsa, bax, yenə də yazıram. Nü1-imiz bərabərdir 4, 1 bölsün saniyə imiş. Dövretmə tezliyi artarsa, yəni nü2-miz bərabərdir 4 üstə 1 bərabərdir 5, 1 bölsün saniyə olacaq. Soruşur ki, indi dövretmə periodu niyə bərabər olar? Yəni, T2 niyə bərabər olacaq? Biz onu tapmalıyıq. T2 bərabərdir 1 bölsün nü2-yə, bu da bərabərdir 1 bölsün 5-ə, 0,2 saniyə. Bu şəkildə qeyd edirik. Baxın, bizdən periodu artarsa soruşursa, periodun üzərinə gəlib tezliyi tapırıq. Tezliyi artarsa soruşursa, tezliyin üzərinə gəlib periodu tapırıq. Yəni, bir-biri ilə tərs mütənasib asılıdır. Daha sonra 5-ci suala baxaq. 5-ci sualda deyir ki, hızı abşeron külək elektrik stansiyasında yerləşən külək turbininin pərlərinin dövretmə tezliyi 0,2 1 bölsün saniyə olduqda. Yəni, nü bərabərdir 0,2 1 bölsün saniyə. Onun dövretmə periodunu, yəni periodumuzu tapacağım və 10 dəqiqə ərzində etdiyi dövrlərin sayını. Zamanımız da var 10 dəqiqə. Dəqiqə formasında saxlaya bilmərik, çevirməliyik saniyəyə, edəcək 600 saniyə. Sonra dövrlərin sayını soruşur məndən, n bərabərdir sual işarəsinə. Əvvəlcə periodu tapaq, çünki periodu tapa bilərik biz buradan. Period biz bilirik ki, tezliyin tərs qiymətidir. Bərabərdir 1 bölünsün 0,2, çünki baxın, tezliyin qiyməti 0,2-dir. Bərabərdir 5 saniyə. Tapdım ki, periodumuz 5 saniyədir. İndi dövrlərin sayını soruşur məndən. Periodun düsturunu yazaram. T bərabərdir, T bölünsün n-ə. Dövrlərin sayı burada n bərabərdir, T bölünsün, bax, böyük T-yə. Gətirib yerinə qoyacaq. T-miz nə qədərdir? T, bax, 600 saniyədir. Yerinə qoyaram. 600 bölünsün, periodumuz da 5-dir. 600-ü də 5-ə böləndə 120 dövr. Tapdım ki, deməli, 10 dəqiqə ərzində 600 dövr etmiş olar. Periodumuz da nə qədər imiş? Periodumuz da 5 saniyə. Yəni, bu şəkildə məsələləri həll etmiş olduq. Bu qədər uşaqlar, ümid edirəm ki, tapışıqların izahı hər birinizə aydın oldu. Yenə də hər zaman dediyimiz kimi, öz gələcəyinizin mimarı siz özünüzsünüz, əziz uşaqlar. Bu gələcəyi necə inşa etmək sizin əlinizdədir. Odur ki, gələcəyimizi gözəl inşa etmək üçün gələn görüşlərə dək. Sağ olun uşaqlar.